Düzgün qidadan başlayır. Qidalarla sağlam bağırsaq mikrobiomu necə yaradılır? Biz ət, süd məhsulları, yumurta və dəniz məhsulları yedikdə, bağırsağımızdakı bakteriyalar bu qidalarda olan bəzi maddələri, məsələn, karnitin və xolini parçalayır və nəticədə TMAO adlı toksik bir birləşmə yaranır. Bu maddə infarkt, insult və hətta erkən ölüm riskini artırır. Məsələn, insanlara ard-arda 2 yumurta verildikdə, bir neçə saat ərzində qanda TMAO səviyyəsi kəskin yüksəlir. Amma bağırsaq bakteriyaları bu prosesin əsas rolunu oynadığı üçün eyni insanlara bir həftə antibiotik verib bağırsaq florasını sıfırladıqdan sonra yenidən 2 yumurta versən, heç nə baş vermir. Qanda TMAO yüksəlmir, çünki artıq yumurta yeyən bakteriyalar yoxdur. Sonra yalnız bir ay gözləmək kifayətdir. Bakteriyalar yenidən çoxalır və yumurta yenidən TMAO istehsal etməyə başlayır. Eyni şey ət üçün də keçərlidir. İnsana təxminən 300 qramlıq biftek verin, TMAO dərhal qalxır. Amma antibiotikdən sonra eyni porsiyanı versəniz, yenə heç nə. Deməli, problem üçün həm ət lazımdır, həm də onu parçalaya bilən bakteriyalar. Məhz buna görə bir vegana biftek versəniz belə, bədəni TMAO istehsal etmir. Çünki onda ət yeyən bakteriyalar yoxdur. Bu hissə artıq elm adamlarının tanış olduğu məlumatdır. Bu videonun məqsədi isə bunun tam əksi istiqamətdə də işlədiyini göstərməkdir. Yəni, bitki qidaları yedikdə meyvə, tərəvəz, tam taxıllar, paxlallar, qoz fındıq, toxumlar, bağırsaq bakteriyaları bu qidalardakı lif və rezistent nişastanı parçalayaraq qısa zəncirli yağ turşuları yaradır. Və bunlar bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Məsələn, butirat adlı yağ turşusu. Bağırsaq divarını bərpa edir, iltihabı azaldır, çəki nəzarətinə kömək edir, insulin həssaslığını artırır, hətta xərçənglə mübarizədə rol oynaya bilir. Amma bu faydalar üçün 2 şey lazımdır: lif yemək və liflə qidalanan bakteriyaların mövcudluğu. Məsələn, insanlara gün ərzində 3 porsiya tam arpa dənəsi veriləndə, mənim Daily Dozen tətbiqində tövsiyə etdiyim kimi, cəmi 3 gün ərzində əlavə 30 qram lif və rezistent nişasta bağırsaqdakı bakteriyaları o qədər sevindirir ki, insanların insulin səviyyəsi 25% yaxşılaşır. Yəni, eyni ağ çörəyə qarşı bədən daha az insulin ifraz etməli olur. Amma şəkər qalxması yenə də azalır. Amma bu nəticə orta göstəricidir. Bəzilərində təsir möhtəşəm olur. Bəzilərində isə tamamilə sıfır. Niyə? Çünki tək lif kifayət etmir. Prevotella adlı lif yeyən bakteriyalar da lazımdır. Bəs Prevotella'nı necə artırmaq olar? Çox sadə, daha çox bitki yemək. Uzun müddət liflə qidalanan insanlarda Prevotella çox olur. Məsələn, Afrikanın kənd yerlərində yaşayan, qidalanmasının 97%-i tam bitki qidasından ibarət olan uşaqlarda Prevotella səviyyəsi inanılmaz dərəcədə yüksəkdir. Bu da onların nəcisindəki qısa zəncirli yağ turşularının yüksəkliyində əks olunur. Sənaye ölkələrində isə vegetarian və veganlar bu bakteriyaları daha çox inkişaf etdirirlər. Araşdırmalarda da görünür ki, bitki ağırlıqlı qidalananlarda Prevotella daha çoxdur. Bu isə iltihab göstəricilərini xeyli aşağı salır. Tədqiqatçılar deyir ki, heyvan mənşəli qidalar bağırsaqda elə bir mikrobioloji mühit yarada bilər ki, bu mühit sistemik iltihabı və insulin müqavimətini artırır. Yəni, tip 2 diabetə yol açan mexanizm. Görünür ki, bitki ağırlıqlı bağırsaq mikrobiomu iltihabın azalması ilə birbaşa əlaqəlidir. Bu isə ümumi sağlamlıq üçün çox vacibdir. Amma belə bir sual da var. Bəs ət yeyən insanlar da çoxlu bitki yeyə bilər ki? Əlbəttə yeyə bilərlər. Lakin onların bağırsağında lif parçalayıcı bakteriyalar az olduğu üçün faydanın həcmi məhduddur. Az lif yeyən insan lif artırdıqda faydalı yağ turşuları artır. Amma miqdar yüksəldikcə bir nöqtədə bakteriyalar maksimum gücə çatır. Daha çox lifdən istifadə edə bilmirlər. Əksinə,
Uzun müddət bitki yönümlü qidalanan insanlarda lif yeyən bakteriyalar çox olur və fayda limiti daha yüksəkdir. Təbii ki, vegan junk food yemirsinizsə, ümumilikdə isə tam dənli, meyvəli, tərəvəzli, paxlalı, tam bitki əsaslı qidalanma bağırsaq mikrobiomunun müxtəlifliyini və sağlamlığını artırmaq üçün ən effektiv yoldur.